İnsanların bu saytlarda pul itirməyinin ən başlıca səbəblərindən biri oturduğum yerdə pul qazanım, heç bir əziyyət çəkmədən pulumu qoyum, üzərinə bir faizlər gəlsin, qazanc gəlsin, yəni yatdığım yerdən pul qazanma hərisliyidir ki, onları da səhv etməyə artıq sövq eləyir. Belə ki, bir deyim zaten var. Müftə pendir siçan tələsində olur. Bunu məncə göz önündə bulundurmaq lazımdır, göz önündə tutmaq lazımdır ki, heç yerdə əziyyətsiz qazanc yoxdur. Ümumiyyətlə sizlərə bir təcrübəmdən olaraq bir tövsiyə edirəm ki, sizə pulunu qoy, üzərinə sadəcə gündəlik gəlir, aylıq filan qədər gəlir verəcək vədlərinə inanmayın. Harda ki sizə sadəcə oturduğunuz yerdə pasiv gəlir əldə edəcəksiniz deyilirsə, orada mütləq şəkildə düşünün ki, fırıldaq var. Belə bir gəlir ancaq banklarda olur. Bu da təbii ki, bəllidir ki, məsələn 1000 manat qoy, illik 1% gəlir əldə et, o da məsəl üçün 1 manat. Yəni o 1000 manat da bizim öz cibimizdə qalsa ondan yaxşıdır. Yəni daha səmərəli istifadə edib onu qazanc gətirə bilərik. Bəli, əslində doğrudur ki, bir çox insan pasiv insanlardır. Yəni pulunu pul gətirsin deyə bir yerlərə yatırım etmirlər və günümüzdə insanlar daha çox maaşlı işlərə belə deyim sövq olunurlar və o maaşlı işlərin də artıq bir stabil gəlirlə günümüzdə hər şeyin qiyməti qalxdığına görə o maaşlar bizim xərclərimizi ödəmir, gələcəyimizlə bağlı heç bir böyük bir belə deyim inkişaf gözlənilmir. Əslində yatırım etmək, özünə yatırım etmək, pulunun pul gətirməsi üçün bir işə girişmək həqiqətən yaxşı bir şeydir. Hansı ki, komfort alanından çıxıb bir addımlar atmaq, risk etmək və s. Amma risk edərkən belə sorğulama bacarığınız olmalıdır. Amma insanlar bugün pul qazanma hərisliyinə görə heç bir şey sorğulamırlar. Belə deyim, məsələn, o saytların ponzilərdən danışarsaq, heç bir rəhbəri ortada olmur, ən əsas başlıca. Onlarla telefonla danışmaq olmur. Qaldı ki, onlarla görüşmək olsun. Onların oturduğu heç bir yer bəlli deyil. Bir şirkət olsun, bir ofis olsun və s. Sadəcə müəyyən bir vaxtdan sonra nə edirlər? İnsanlar da buna aldanır. Saytın tərkibində pul qazananlardan ən yüksək qazancı olan insanlardan birinə müəyyən bir məbləğdə pul verilir. Onlara, məsələn deyirəm, Bakı şəhərində bir müəyyən bir obyekt açmasını, məsələn Instapower da belə bir şey etmişdi saytı, yəqin ki, bir çoxlarınız xatırlayırsınız. Bir obyekt açdılar, üzərinə Instapower deyə bir reklam yerləşdirdilər. İnsanlar da bu saytın Azərbaycanda təmsilçilik açdığını düşündü və heç bir sorğulama etmədilər. Məsələ burasıdır ki, pulunuzu verdiyiniz zaman bunun sorğulamasını aparmalısınız, bunun dərinliyinə getməlisiniz. Hansı ki, bu şirkət hara bağlıdır, bu sayt hara bağlıdır, rəsmi olaraq dövlət bu şirkəti tanıyırmı, rəsmi olaraq Vergilər Nazirliyindən bu şirkət qeydiyyatdan keçibmi, reyestr xidmətindən sənəd alıbmı? Amma insanlarımız günümüzdə heç kim bunu sorğulamır. Sadəcə gözündə o asan pul qazanmaq dediyimiz o hərisliyənə görə o gözü bağlı hara gəldi pul yatırırlar. Hətta mən deyərdim ki, düşünün ki 20 min, 30 min, 50 min pul yatıranlar var, hansı ki torpağını, evini, maşını satıb pullar itirirlər. Bu da yenə də deyirəm, ən başlıca səbəbin dərinliyində insanların bunu sorğulamaması gəlir. İndi isə mən sizə bu saytlarda pul itirməmək üçün nələri göz önünə gətirməlisiniz, onları danışacağım. Öncəliklə bu diqqət etməli olduğunuz məsələlər. Bir saytın rəhbəri yoxdur, bayaq dediyimiz kimi, heç bir qeydiyyatı yoxdur. Dövlət tərəfindən qeydiyyatı alınmayıb, onlarla görüşmək və telefonla danışmaq mümkün deyil. Onlayn sektorda 3 növ şirkətlər var. Təbii ki, ponzilərə biz şirkət demirik, amma yenə də indi sözün gəlişi istifadə edirik. Ponzi sistemləri, piramida sistemləri və network marketing sistemləri. Bunları bir-birindən ayıran bəzi nüanslar var ki, onlar haqqında danışmaq istəyirəm. Ponzi sistemlərində ortada heç bir rəhbər olmur, bayaq dediyimiz kimi. Heç bir rəsmi dövlət izinli vergilərdən qeydiyyat, reyestr sənədləri olmur. Onlar heç bir ortalıqda, belə deyim, telefonla danışıq olsun, onlarla görüşmək mümkün deyil. Və sistemdə sizə müəyyən qədər pul qoy, pul götür
vədləri verilir. Hansı ki, bu piramidada gördüyümüz bir vədlərdir. Sadəcə piramidalardan fərqli olaraq burada sizə bir məhsul göstərilir. Buna isə biz xəyali məhsul deyirik. Məsələn, xatırlayırsınızsa bir çoxlarınız yəqin ki, rəylərdə yazarsınız. Instapower saytı var idi. Ona bir şirkət demirik. Əslində orada bir göstərilən powerbank şəkilləri sadəcə bir xəyali bir şəkil idi. Onlar bizlərə nə deyirdilər? Biz bu powerbankları xarici ölkədə satırıq. Onu sizin pullarınızla o powerbankları əldə edib satırıq və bundan sonra dövriyyədən qazanc faizləri belə deyək veririk. İndi düşünün ki, əslində Instapower şirkəti dünyada belə bir şirkət var. Həqiqətən. Mən hətta onlara rəsmi şirkətə mail də yazmışdım. Onlar bizim bu saytdan xəbərimiz olmadığını demişdilər. Amma bu saytı açanların özləri onlarla heç bir əlaqəsi yoxdur. Yəni düşünün ki, mən sizə hətta deyərəm ki, 15-16 yaşında gənc insanlar oturublar. Bu saytları qurmaq çox asandır. Skript olsun, hosting olsun, əldə eləyirlər 50 manat, 100 manat, 500 manata və s. Bu saytları qurub insanları dolandırırlar və oradakı göstərilən məhsul sadəcə bir xəyali bir məhsuldur. Artıq Ponzi-nin nə olduğunu bildik və pulunuzu bura qoyarkən itirəcəyinizi də bildiyin, yəni onu bilərək göz önünə alıb o pulu qoyun ki, heç mən qoymayın deyirəm. Və təbii ki, insanlarımız daha çox pul qazanmaq üçün o hərisliyə gedəcəklər, amma təbii ki, bu da qazanc əleyhinə mütləq ki, sizə pul itirəcək. Düşünün ki, bir saytdan pul qazanan insan ilk başda deyək ki, qoşuldu. Başqaları sondakılar itirərkən bu insan 5-3 manat deyək ki, pul qazandı. Bu insan təbii ki, o saytlardan artıq başlayacaq əl çəkməməyə və bir aludəçisi olmağa. Qazandığı pulu gedib digər bir sayta mütləq ki, yatırım eləyəcək. Daha çox pul qazanmaq üçün. Çünki o 1 manat qazancı da olsa görür. Və o daha yaxşı sayt tapa bilmək üçün ən az 5 saytda yenidən pul itirəcək. Deyək ki, 500 manat pul qazanmışdı. 100-ünü birə yeri qoyacaq, orada itirəcək, 100-ünü başqa yerə qoyacaq. Çünki o pulu görüb axı ən azından bir dəfə. Və yeni bir normal sayt qazanclı tapana qədər o itirməyə davam edəcək. Bir məsələ dayanır burada. Düşünün ki, insanlarımız bir çox saytda pul itirirlər. Yəni düşünün ki, bir yola çıxırlar, onlar yıxılırlar. Yıxıldıqlarında uzaqda bir ulaşacaqları bir zirvəni görüblər. Bir deyək ki, konfet əldə edəcəklər. Məsəl üçün deyirəm, bir hədəf kimi bunu düşünək. O insanlar yıxılsalar da yenə də ayağa qalxıb o konfetə çatmağa çalışırlar. Mən çatacam deyirlər. Halbuki hər bir saytda itirə-itirə gəlirlər. Deyək ki, artıq bir dənə normal sayt tapdılar. İlk qoşulanlardan onlar bir 500 manat da yenidən qazanc əldə etdilər. Lap deyək ki, 1000 manat. Amma yenidən aludəçisi olduqları üçün digər başqa saytda bunu itirəcəklər. Və nə edirlər? Davamlı bu saytdan pulu götürüb ora qoyurlar. Oradan götürüb 5 dənə yerə qoyub itirirlər. Oradan qazandıqlarını götürüb növbəti başqa bir sayta qoyurlar. Yəni bu pullar sadəcə sikl kimi dövr eləyir və sizin sonda oturub düşünəcəyiniz, pulunuza, əlinizdəki pulunuza baxsaz, yəni heç ortada əslində heç nə qazanmamışsınız, itirdiyinizin fərqinə varacaqsınız. Yəni bu saytlardan böyük təcrübəsi olan bir insan kimi deyirəm. Yəni düşünün ki, mən saytlar olub ki, 10 min, 20 min pul götürmüşəm. Amma mən özüm bu sayta girməm. Mənim dostlarım belə həmişə deyirlər ki, niyə girmirsən? Yəni düşünün mənə kimi bir insan Azərbaycanda məndən çox Ponzi-dən pul qazanan olmayıb, amma mən artıq girmirəm. Çünki niyə görə? Mənim komandamda nə qədər pul itirən olmasa da mən təbii ki, hər bir şeyin doğru yolunu göstərməyə çalışmışam. Amma məndən sonra hər hansı bir X bir yerdə, məsələn Gəncədə deyək, hər hansı bir rayonda bir insanlar pul itirdiyini bilərək, mən o vicdanla o belə deyim, qəbul etmədiyim üçün artıq mən öz qazancımda haqsız qazanc saydığım üçün, yəni mən oralara artıq girməməyə qərar verdim. Çünki mən bilərək qazanıram, mən bu işin yollarını bilərək qazanıram, amma bilməyən insanlar pul itirdiyi üçün mən bunu heç cür qəbul edə bilmədim. Və indi isə gələk bu saytların, bu sektordakı sistemlərin arasındakı fərqinə. Belə ki, Ponzi sistemlərini izah etdik. Ortada bir xəyali bir məhsul olur. Sizə sadəcə xəyali bir məhsul göstərilir və orada olan məhsul heç bir gerçəkliyi yoxdur. Siz pulunuzun qarşılığında heç bir fiziki olaraq məhsul əldə etmirsiniz və günün sonunda bu sayt bağlanır və siz pulunuzu itirirsiniz. İkinci sistem isə piramida sistemləridir. Piramida sistemlərində isə ümumiyyətlə ortada heç bir məhsuldan danışılmır. Sadəcə pul qoy, pul götür məsələsidir. Və bu da mütləq şəkildə bir gün batmağa məhkumdur. Belə ki, mən bunu əslində, belə deyim sizə,
Yəni riyazi olaraq oturub kim istəsə əlaqə saxlaya bilər, oturub mən bunu izah eləyə bilərəm. Çünki riyazi olaraq belə sistem 1 ildən sonra çökməyə məhkumdur. Çünki ilk başda olanlar qazandığı üçün artıq gələcəkdəki pulları şirkət ödəyə bilməyib, ya batmağa məhkumdur, yaxud da pulları götürüb qaçacaqdır. Yəni bunun başqa bir yolu yoxdur. Yəni düşünün ki, ilk girənlərin aylıq qazanc faizini sonrakı daxil olanların pulu ilə ödəyir şirkət. Müəyyən vaxtdan sonra sistemə gələn insanların sayı azaldığı üçün, sistemdə insanlar çox olduğunda, onların faizlərini şirkət artıq verməyə müqabilində olmur, vermək gücündə olmadığı üçün artıq sistem çökür. Ya sistem ümumiyyətlə batmalıdır və yaxud da pulları götürüb qaçmalıdırlar. Yəni bu sistem mütləq şəkildə batmalıdır. Network marketing sistemi isə nədir, nə deməkdir? Bu sistemin dövlət tərəfindən qeydiyyatı olur rəsmi şəkildə və düşünün ki, buradan oturduğunuz yerdə, istənilən ölkədə işinizi davam etdirə bilirsiniz. Bu sistemin mənası nədir, necə işləyir, işləyiş şəkli necədir, onu izah eləyəcəm. Ortada bir məhsul var. Düşünün ki, bir insan məhsul istehsal eləyir. Mən də məhsul istehsal edicisiyəm deyək ki, siz həmin məhsulu televiziyada, sosial şəbəkədə və s. kimi müəyyən bir platformalarda reklam eləyirsiniz. Artıq günümüzdə reklamlar çox bahalaşıb və insanlara ulaşma auditoriya sayı artıq azalıb deyək ki. Məsələn, siz onu 1000 nəfərə reklam etdiyinizdə o 1000 nəfər görüb onun 5 nəfər alacaq. Amma network sistemində sözün mənası olaraq çevrə deməkdir. Çevrənizə bir məhsulu əldə edib özünüz bəyəndiyinizdə çevrənizə məsləhət görürsünüz və onların da ətrafında ən az 5 nəfər var, onların da ətrafında ən az 5 nəfər var. Bu yolla şirkət reklama xərcləyəcəyi böyük pul əvəzinə müəyyən miqdarda sizlərə qazanc verir və sizin əldən ələ, ağızdan ağza bu məhsulu artıq reklam etmiş sayılırsınız və siz satmış sayılırsınız və buradan pullar qazanırsınız. Bunu belə izah edeyim. Günümüzdə Leobank bir bank şirkətidir. Hansı ki, bir 5-10 il bundan qabaq Leobank bilirdi ki, debet kart sifariş verməyi reklam etsə insanlara, bunu görən 1000 nəfərdən ən azı maksimum belə də 2 nəfər alacaqdır. Yaşlı insanlar ümumiyyətlə almayacaqdır. Günümüz bu günə fərqindəysəniz artıq hamının cibində kartlar var. Cashbacklər çıxarıldı. Cashbacklərlə insanları kartlara sövq etdilər, kartları reklam etdilər və Leobank bunu sosial şəbəkədən reklam etmək əvəzinə öz daxilində dostunu gətir, kart sifariş versin, 5 manat ona, 5 manat sənə, hətta bu günləri 8 manatı qaldırıb onu ki, hədiyyə verəcəm deyir. Yəni düşünün ki, insanlar düşünür ki, mən bir dostumu dəvət etsəm, o bir kart sifariş versə 5 manat özü qazanacaq, 5 manat mən qazanacam. Mən gedib bu günlər asanlıqla istənilən insana, kartı olmayan, Leobank kartı olmayan insana dəvət eləyə bilərəm. Ona kart sifariş verdirə bilərəm ki, yəni sənin itirəcəyin bir şey yoxdur. Bu kartı zaten gələcəkdə istifadə edəcəksən. Günümüzdə hər şey kart sisteminə keçir və həmçində cibində 5 manat əlavə pul olacaq və mənim də orada bir marağım var ki, mən oradan 5 manat qazanacam. Yəni Leobank bunu bilərək, insanlara qazanc verərək daha asan və daha ucuz reklam üsulundan istifadə etmiş olur. Yəni düşünün ki, günümüzdə bir çox artıq banklar, hətta deyərdim bir çox şirkətlər bu network tövsiyə ticarətindən, tövsiyə reklam üsulundan istifadə edir. Bu şirkətlərin əsas məqsədi nədir? Ondan danışacağıq. Düşünün ki, günümüzdə biz hər birimiz evimiz üçün marketlərdən müəyyən bir məhsullar, ürünlər, qida məhsulları olsun, sağlamlıq məhsulları olsun və s. kosmetik məhsulları əldə edirik. Xanımlar, bəylər, hər birimiz təbii ki, marketdən daxil nəsə əldə edirik. Bu məhsulları, deyək ki, marketə daxil oldunuz, müəyyən bir məhsul gördünüz. Bu məhsulu bəyənəndə nə edirik? Mütləq şəkildə alıb bəyəniriksə, özümüzdən asılı olmadan biz insanıq. Gedib dostlarımız arasında bunun adını çəkirik, tövsiyə edirik və s. Bunun üzərinə pul qazanmırıq, doğrudur. Amma biz bu şirkətlərdən məhsul əldə etdiyimizdə bəyəniriksə, gedirik, necə ki, eyni ilə marketdən əldə edib tövsiyə edirik. Ətrafımızdakı 3 nəfər, 5 nəfərə bunu tövsiyə edirik. Özür istəyirəm. Yəni, tövsiyə etdiyimizdə də başlayır pul qazanmaq. Buradakı əsas təməl məqsədlər nədir? Marketdən bir məhsulu əldə etdiyimizdə biz müəyyən bir aracılardan keçərək bizə çatan məhsulu baha qiymətə almış oluruq. Bunu daha açıqlı izah etmək lazım olursa belə deyim sizə. Məsələn, bir məhsul
İstehsalçıdan deyək ki 1 manata çıxır bazara. Mən rəqəmi şərti olaraq deyirəm. Bu 1 manatlıq məhsul gəlib çatır ana dağıtıcıya. Ana dağıtıcı bunun üzərinə bir qazanc payı qoyaraq toptancılara çatdırır. Toptancılar üzərinə qazanc payı qoyub bunu marketlərə çatdırır. Marketlər də təbii ki öz qazanc payını qoyub biz müştərilərə satır və günümüzdə bu 1 manatlıq istehsalçıdan çıxan məhsul biz müştərilərə gəlib 10, 15, hətta 20, 25 manata gəlib çatmış olur. Düşünün ki, biz 1 manatlıq məhsulu ortadakı vasitəçilərdən keçərək bizə çatdığında 20-25 manatı əldə etmiş oluruq. Amma network marketing sistemlərində birbaşa şirkətlə əlaqəyə keçərək həmin 1 manatlıq məhsulu 1 manata öz qiymətinə əldə edirsiniz və ortadakı heç bir vasitəçi olmadan. Hətta siz distributor kimi qeydiyyatdan keçdiyinizdə məhsulu şirkətin özündən 20-25% endirimlə əldə etmiş olursunuz. Məsələn, buradakı distributorlardan sadəcə ortada şirkət var və şirkətdəki distributorlar var qeydiyyatdan keçmiş. Onlar maksimum sizə şirkətlə qeydiyyatdan keçib 20-25% endirimlə əldə edirlər. Ola bilər ki, sizin tanışınız və s. bir dostunuz, qohumunuz bu şirkətlərlə əməkdaşlıq eləyir. Onlar 20-25% endirimlə alıb həmən malı 1 manatlıq malı tutaq ki 75 qəpiyə alıb sizə 1 manata satırlar. Hətta özünüz də distributor kimi qeydiyyatdan keçdiyinizdə özünüz 25% endirimlə 75 qəpiyə əldə etmiş olursunuz. Və insanlar bu işə piramida kimi, ponzi kimi baxırlar. Mən dəvət gətirə bilməyəcəm və s. kimi özlərinə inanmadıkları bir mövzulardan danışırlar. Düşünün ki, bayaq dediyim mövzuya qayıdırıq. Biz onsuz da marketdən aldığımız hər şeyi bəyəndiyimizdə gedib ətrafımıza tövsiyə edirik. Tutaq ki, məsələn, bir şampun əldə etmək üçün girdik mağazaya, yeni bir brend açılıb, biz vitrində yeni bir brend şampun görürük. Bu şampunları alıb yoxlayım, görüm necə çıxacaq deyə mütləq ki, həyatımızda hər birimizin olub, alıb yoxlayırıq. Bəyəndiyimizdə heç kim deməsin ki, etməmişəm. Mütləq ki, gedib dostlarımızın arasına, qohumlarımızın arasına bunu adını çəkmişik, tərifləmişik. Tutaq ki, masada bir 10 nəfər əyləşib. 10 nəfərin yanında, 5 nəfər olsun, 5 nəfərin yanında bunu təriflədik. O 5 nəfərdən ən azı 2 nəfər gedib o marketdən həmin məhsulu əldə edəcək. O 2 nəfərin də ətrafında 5-10 nəfər var. Onlar da bu məhsulu alıb bəyəndiklərində gedib 5-10 nəfərə tövsiyə edirlər. Onların ətrafında var, onların ətrafında var. Düşünün ki, siz evdə oturduğunuz vaxt sadəcə bir dəfə tövsiyə etdiniz. Sizin heç xəbəriniz olmadan o marketə artıq sizin yolunuzla 100 nəfər gedib məhsulu əldə etmiş oldu. Buradan sadəcə mağaza qazandı, məhsulu istehsal edən şirkət qazandı və ortadakı aracı, toptancılar, ana dağıtıcılar və s. onlar qazandılar. Siz heç bir qazanc əldə etmədiniz. Amma niyə görə sizin tövsiyənizlə şirkətlərin qazandığı yerdə siz özünüzün sayəsində pul qazanmayasınız? Yəni bu şirkətlərlə qeydiyyatdan keçib məhsullara sifariş verirsiniz. Sadəcə bəyəndiyiniz zaman tövsiyə edirsiniz və pul qazanmağa başlayırsınız ki, düşünün ki, burada bir məsələ var. Siz ömrünüzün axırınacan 1000 nəfər dəvət etməyinizə ehtiyac olmur. Deyir, bir nəfər 100% işləməyindən,sə yəni bir çox şirkətlər kimi hər ay məhsul alıb 100 nəfərə məhsul satmaqdansa, bir nəfərin 100 nəfər işləməyindənsə 100 nəfərin 1% işləməyi eyni faiz gətirib çıxardır. Yəni düşünün ki, siz tək başınıza 100 nəfər məhsul satmaqdansa, sadəcə 10 nəfərə məhsulu tövsiyə edib, onların da ətrafında 10 nəfər varsa, artıq bu 100 nəfərə çatmış olur. Yəni təsəvvür edin ki, daha az əziyyət çəkərək, daha çox insana ulaşaraq daha böyük pullar qazanmış olursunuz. Yəni network marketing sistemləri bu günlər günümüzdə çox yaygınlaşıb. Azərbaycanda təkcə milyonlarla insan buradan pul qazanır və günümüzdəki maaşlı işlər, bizim aldığımız maaşlar sadəcə 400-500 manata əhatə edir, maksimum 500-600 ki, yəni bu bizim heç bir xərcimizə belə deyim, ödəmir. Yəni insanlar günümüzdə belə deyim, universitet oxuyurlar, diplomlar alırlar, hansı ki, gələcəkdə böyük evlərə sahib olsunlar, hansı ki, 20 min, 30 min 4 ilin sonunda nə bilim, magistr, doktorant oxuranlar da var ki, onların xərclərini çəkirlər, amma halbuki onları bir işə yatırsaydılar, daha böyük gələcək özlərinə sağlamış olardılar. Yəni, şəxsi inkişaf önəmlidir, amma təbii ki, günümüzdə universitetdə çox da böyük şeylər öyrənilmir. Yəni, əsas odur ki,
Bir işə girərkən sorğulamalısınız. Onun dərinliyinə enməlisiniz və siz həyatdan öncəliklə nə istədiyinizi bilməlisiniz və ona uyğun mən bu işə layiqəmmi, bu iş mənə nə verəcək, davamında mənim nə qazancım olacaq, onu dərindən fikirləşməlisiniz. Yəni təbii ki, təkcə qazanc odaqlı olmamalısınız. Bu işin sizə qazandırdığından əvvəlcə o işin nə qədər doğru olduğunu sorğulamaq lazımdır. İnşallah gələn görüşlərimizə görüşərik. Nəsə kiminsə sualı və fikri olarsa rəylərdə inşallah yaza bilər. Sağ olun.